Hörmətli izləyicilər, bu günləri Zəfər günüdür. Zəfər bayramının 5-ci il dönümünü biz qeyd edirik. Müzəffər Ali Baş komandamızın İlham Əliyevin dəmir yumruğu və müzəffər ordumuzun sayəsində biz torpaqlarımızı erməni işğalçılarından azad etdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə Allahdan şəfa diləyirik. Zəfərin mübarək Azərbaycan, sizləri təbrik edirəm. Biz torpaqlarımıza qovuşduq. Bugün Zəfər bayramıdır. Bu mənim missiyamdır. Hər il mən bu Zəfər bayramını qeyd edirəm şəhid analarından. Şəhid anaları bizim baş tacımızdır. Onlar qəhrəman övladların analarıdır. Mən bir haşiyə çıxmaq istəyirəm. Ulu öndərimiz Heydər Əliyevlə mən işləmişəm vaxtı ilə. Heydər Əliyev cənabları Qarabağın alınmasını görürdü və həmişə deyir ki, Qarabağ azad olacaq və biz Qarabağı alacağıq. Sağ olsun ulu öndərimizin oğlu cənab Ali Baş komandan İlham Əliyev ata vəsiyyətini yerinə getirdi. Biz çox xoşbəxtıq ki, ata vəsiyyəti yerinə yetdi. Burada bizim çox hörmətli şəhid analarımız var burada. Bizim çox dəyərli ziyalı xanımlarımız var burada. Ümumiyyətlə Azərbaycan cəmiyyətində tanınan simalar var burada. Bugün biz çox əlamətdar bir hadisə üçün yığışmışıq. Zəfərimizin 5 ili tamam olacaq 2 gün sonra. Yəqin ki, tədbirə gələnlər də gördü, Bakı şəhərinin bəzi küçə və prospektləri bağlıdır. Çünki möhtəşəm 5 illik keçiriləcək Azərbaycanda, eyni zamanda da Qarabağda və digər böyük şəhərlərdə. Və bu 5 ili keçirdiyimiz üçün 5 dəfə deyil, 500 dəfə deyil, 5000 dəfə deyil, bəlkə də 5 milyon dəfə təşəkkür eləyəcəyimiz şəhidlərimiz var. Çünki məhz onların sayəsində biz Zəfər səninlə də Azərbaycan əskəri deyə bilmişik. Məhz onların sayəsində Qarabağ Azərbaycandır deyə bilmişik. Məhz onların sayəsində siz işğaldan azad olunmuş bölgələrə daxil olubsuz. Yazılı lövhənin yanından keçib Qarabağa daxil ola bilirik. Şəhidlər haqqında nə desək azdır? Vətən oğullarının və şəhidlərimizin işığına yığışmışıq biz bugün. Ona görə də hamınızdan xahiş edirəm, tam sakitçiliklə, bir dəqiqəlik sükutla şəhidlərimizin uca xatirəsini almaq. Allah bütün şəhidlərimizə rəhmət etsin. Şəhidlərimizə can sağlığı versin. Namusunu hissetmeye, bayrağını yükseltmeye, namusunu hissetmeye, cümle gençler müştağız. Şanlı vətən, şanlı vətən, Azərbaycan, 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 Azərbaycan. Allah şəhidlərimizə bir daha rəhmət etsin deyirəm və dəyərli qonaqlar, bugünkü tədbirin təşkilatçıları var burada. Mən
Siz də zəhmət olmasa gəlin, çünki bu tədbirin arsaya gəlməsində sizin zəhmətiniz böyükdür. Sizin də fikirlərinizi eşidək, ondan sonra davam edəcəyik. Teşekkür ederiz size Seyda Hanım, dəvətimizi də qəbul edib gəldiyiniz üçün. Son Söz qəzetinin baş redaktoru Natavan xanıma öncə söz vermək istəyirəm. Çünki bütün əziyyət Var olsun bizim prezidentimiz İlham Əliyev. Her bir güçlü kişinin de arkasında güçlü bir kadın durur. O da bizim vice prezidentimiz Mehriban Hanım'dır. Mehriban Hanım çok kaygıkeş anadır. O şehit analarının, evlatlarını öz evladı bilir elə bil. Ben yine deyirəm, Azərbaycan zəfəri mübarək olsun. Ben şehit analarının karşısında baş eğirəm. Onlar bizim baş tacımızdır. Biz ne kadar sizin görüşəndə bana heyecan keçirəm. Bu 4 gün bu tədbirləri keçirdirəm. Həmişə heyecan keçirəm, gözlərim dolur. Ama çok sevinirəm ki artık Qarabağ azaddır. Artık Azərbaycan zəfər çalır. Var olsun prezidentimiz, var olsun Mehriban Hanım. Sağ olun. Teşekkür ederim. Azərbaycan tarixinə qızıl hərflərlə adları yazılmış qəhrəman oğullarımızın anaları. Hər birinizin əllərindən öpürəm. Çox sağ olun. Mənim başqa deyəcək sözüm yoxdur. Qazilərimizə də Allah can sağlığı versin. Var olun. Biz var olduqca şəhidinə dəyər verən xanım və yaxud da ki, kişi fərqi yoxdur. Var olduqca sizin şəhidləriniz həmişə yaşayacaq. Bir şeylə təəssüflənməyin. Çünki sizin övladlarınızı təkcə Azərbaycan deyil. Dünyanın dörd bir tərəfindən bu müharibəni iki gözü ilə izləyən hər kəs tanıdı. Allah şəhidlərimizə bir daha rəhmət etsin. Təşəkkür edirəm sizə də, Ali xanım, məni dəvət etdiyinizə görə buyurun sənə. Burada mənim üçün çox doğma əziz olan şəhid analarını salamlayıram. Əllərimizdən öpürəm, Allah sizləri qorusun. Çox sağ olun ki, qəhrəman İlklər böyütmüsünüz. Allah bütün qəhrəman şəhidlərimizin ruhlarını şad eləsin, yerlərin cənnəti eləsin. Biz bu böyük zəfərə görə qəhrəman şəhidlərə, bizim dəyərli qazilərimizə və təbii ki, dövlət başçımız Cənab İlham Əliyev borcluyuq. Allah xalqımızı qorusun, dövlətimizi, millətimizi, rəhbərimizi qorusun inşallah. Bir alqış gəlsin Azərbaycan milli ordusu bütün qəhrəman əskərlərinin şərəfinə. Zəfər bayramımız mübarək olsun və öz yazdığım Qələbə marşını, musiqisi mənə aid sözləri bizim dəyərli dostumuz Nəğməkar şair Fuad İbrahimova aid Qələbə marşını səsləndirmək istəyirəm. Çox sağ olun bu gözəl tədbirə görə. Azərbaycan əskəri üç rəngli bayrağını sancıb Qarabağında, bu doğma torpağında. Azərbaycan əskəri səndə var uca qeyrət, Türkiyə qardaşındır, bir millət iki dövlət. Eşk olsun. Yazkar ordumuz durmadan vur zərbəni, qoyma gözün açmadan məhv et düşməni. Azərbaycan əskəri üç rəngli bayrağını sancıb Qarabağında, bu doğma torpağında. Azərbaycan əskəri qorxmur heç vaxt ölümdən, şəhid mübariz kimi, Polad Həşimov kimi. Səlim bəyə təbrik edirik. Zəfəriniz mübarək olsun sizə. Çox sağ olun, minnətlər çox sağ olun. Allah köməyiniz olsun. Mənim üçün çox xoşdur burada olmaq. Belə dəyərli insanların əhatəsində olacaq. Öpürəm sizi, baxıram, öpürəm sizi. Allah sizləri qorusun. Kim ki Azərbaycan adına azca da olsa iş görür, Allah onun yolunu hər zaman açıq eləsin. Allah onu qorusun və heç bir atılıq ancaq birimizə dəstək olaq ki, bu irəli geçsin bütün dostlarımız. Alqış Azərbaycanımızın şərəfinə və bütün bu gözəl tədbirin əziyyətini çəkən dostlarımıza. Sağ olun, Atabaxam, sağ olun, Ələxam, var olun. Ağlıyıq, bu torbağa, bu elə, sıralanıb da kimi,
sıralanıp da kimi gelin verək əl-ələ. Gəl bacı, gəl qardaşım, sinəsi dalamasın, bölünməsin bu torpaq. Gəl bacı, gəl qardaşım, bir olan yolu olaq, sinəsi dalamasın, bölünməsin bu torpaq. Mən ilk növbədə bugün bu tədbirdə olan şəhid anaları, eyni zamanda da burada olan qazilərimiz və vətən uğrunda canlı fəda eləmiş bütün burada iştirak edənlərin valideynləri olsun, onların yaxın qohumları olsun ki, burada iştirak edirlər, onların qarşısında baş əyirəm. Çünki həqiqətən sizlərin qarşınızda baş əyləsi şəxslərsiniz. Çünki siz vətən uğrunda öz övladlarınızı, kimisi həyat yoldaşını, kimisi bir doğmasını şəhid verdi və bugün dövlətimiz, ölkəmiz bütövləşdi. Mən bir şey xatırlatmaq istəyirəm. Biz Natəvanla demək olar ki, uzun illərdir fəaliyyət göstəririk. Milli Məclisdən, sonra mətbuat sahəsində birgə fəaliyyət göstərmişik. Natəvan xanım həmişə istəyir Ulu Öndərin vaxtında, istəyir ölkə başçısı cənab Prezident İlham Əliyevin vaxtında hər zaman şəhid ailələrinə qarşı, qazilərə qarşı, eyni zamanda da vətən uğrunda döyüşmüş, vuruşmuş və fədakarlıq göstərmiş hər bir şəxsə qarşı Natəvanın xüsusi diqqət və qayğısı olub. Mən Natəvan sənə buna görə dərin təşəkkürümü bildirirəm. Çox sağ ol ki, sən belə tədbirləri keçirdirsən, insanları bir araya toplayırsan. Düzdür, belə tədbirlər çox keçirilir, amma sən də bunların bir parçasısan. Hər zaman belə vətənpərvər, vətənini sevən, xalqına məhəbbəti olan bir şəxs kimi mən səni bağrıma basıram və sənə dərin təşəkkürümü bildirirəm. Mən demək istəyirəm ki, bu zəfər günü bizim xalqımızın inamı, qəhrəmanlığı, ordumuzun rəşadəti, prezidentimizin, Ali Baş Komandanımızın uzaq görən siyasətinin nəticəsidir ki, bugün hamımız deyirik ki, Qarabağ bizimdir. Bunu illər əvvəl də demişik, amma sözdə demişik. Bugün biz bunu qürurla deyirik. Bu qüruru bizə verən, bu qüruru yaşadan, bizi millətlərin, xalqların içərisində qalib xalq edən Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Heydəroğlu Əliyev, eşq olsun ona. Azərbaycanda can sözü var. Canı bahasına, qanı bahasına, o torpaqları alıb bizə qaytaran, bizi qalib xalq eləyən, qalib dövlətin qalib xalq eləyən şəhidlərin ruhu qarşısında baş əyirəm. Allah hamısına yerini cənnət eləsin. Bayaqdan Şəfqət xanım prezidentimizdən danışır. Doğrudan da Allah onun atası, öndərimiz, liderimiz, ağsaqqalımız Heydər Əliyev Əlirzoğlu'nun özünə, bütün gedənlərinə Allah rəhmət eləsin. Belə bir yazar var idi ki, bu qışa, bu bahara, bu yaya bir də gəlməz. O çeşmədən süzülən bu çaya bir də gəlməz. Tayı hökmü oxşarı dünyaya bir də gəlməz. Yaddaşı bir möcüzə, sinəsi dəftər yatır. Görən torpaq bilirmi? Qoynunda Heydər yatır. Tək oldu, sınmaz oldu, vahid oldu kişi. Öz milləti uğrunda şəhid oldu kişi. Arzuları müqəddəs, ruhu təzə tər yatır. Görən torpaq bilirmi? Qoynunda Heydər yatır. Bizim prezidentimiz elə bir kişinin oğludur. Ay Şəfqət xanım, çox gözəl dediniz. Bahar xanım, Dilarə xanım, Natəvan xanım, Dilşad xanım. Allah o prezidentimizi qorusun. Bayatı var ha, barxana beklənməsin. Tar məmə köklənməsin. İlahi, qor prezidentimizi meydanda təklənməsin. Amin, amin. İşıqlı gözləridir hər açılan danımız. Onun damarlarından axan qandır qanımız. Onun can mərkəzindən qüvvət alır canımız. Əsrim Heydər əsridir. Sübh gəlmişdi, qürub getdi. Azərbaycan diyarında, Azərbaycan adında yeni dünya qürub getdi. Gedən zaman xalqımıza o bir oğul bəxş eylədi. Bir oğul ki, oğulların gözüdür o. Öz ağlıyla, kamalıyla, öz müqəddəs amalıyla Ulu Heydər atamızın özüdür o, özüdür o.
hamımızı bu Zəfər bayramıyla təbrik edirəm. Bugün çox xoşbəxtlik ki, bugün mən də sizlərlə, mən özümü ən xoşbəxtlik sayıram. Çünki artıq 5 ildir bu qələbəni yaşayırıq. Bu qələbədən 5 il öncə bu günlər biz nə qədər ağızlar çəkmişik. Burada şəhid anaları gecələrə yatmayıb, indi də yatmırlar. Mən buna inanıram. Ona görə ki, onların oğulları şəhid oldu və bu şəhidlərin simasında, timsalında Azərbaycan yenidən dirçəldi. Əlbəttə ki, Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyev cənablarının şücaəti nəticəsində. Natəvan xanım, mən sizi bir də təbrik edirəm. Bugünkü yığıncağınıza görə zəfəriniz mübarək tədbiriniz demək olar ki, alındı. Çünki əvvəli belə başlayıbsa, mən deyirəm ki, sonu da elə olacaq, gözəl. Və mən sizə Ağa Musa Nağıyev zirvəsi diplomunu təqdim edirəm. Çünki bir sizin mənim də gücüm olan çatır ki, mən babamı həm təbrik edirəm, həm də yada salıram ki, bizim tariximiz var və tariximizi 11 milyonçu yaradırdı. Can sağlığı, müvəffəqiyyətlər bir yerdə həmişə olasınız. Sizi Bahar xanımsız, Bahar xanımı sizsiz görmək olmaz. Mütləq. Bizim bu Zəfər bayramımız daim bizim ürəyimizdə yaşayacaqdır. Hər il biz onu qeyd edəcəyik. Çünki bu zəfər yolu həm haqqın, həm də ədalətin birləşdiyi bir yolda qalibiyyət oldu. Bu zəfər yolunda biz həm həqiqəti tapdıq, həm haqqı tapdıq, həm də ədalətimizi tapdıq. Və nə gözəl ki, bizim burada evladlarımız, əskərlərimiz, kimlər ki bu torpaq üçün döyüşüblər, onlar təkcə vətən üçün döyüşməyiblər. Onlar bu xalqın qeyrəti üçün, namusu üçün, şərəfi üçün döyüşüblər. Bu qəhrəmanların adı bir-bir hər dəfə bizim ürəyimizdə çəkiləcək. Onlar yad ediləcək. Nəinki şəhidlərimiz, qazilərimiz, hətta əskərlərimiz də o döyüşlərdən sağ-salamat qayıdan əskərlərimiz bu tarixi yaşatmaq üçün qayıdıblar. Onlar gördüyü hadisələri, gördüyü o şəhidlik zirvəsini, qazilərimizi hansı şəraitdə qazilik dərəcəsinə çatıblar, onları görüb burada xalqımıza bu haqda məlumatlar verirlər. Bu günləri Azərbaycan xalqının bu gözəl zəfərinin, bu qələbə gününü onların sayəsində biz nail olmuşuq, qazanmışıq. Bu gün şəhid anaların bayramıdır, şəhid ailələrin bayramıdır. Çünki onlar qanları ilə, canları ilə, həyatı ilə, gələcəyi ilə onlar satın alıb bizim bu torpağı, bu vətəni və onların başında dayanan bizim gözəl, qaymətli, sinar boylu, nur sifətli, qartal baxışlı, dəmir yumruğa malik olan prezidentimizə eşq olsun. Gözlerin düşüncem, el dağdır divanım, Külana coşkun kanım, Xəzərdi şah damarım. Gözlerin düşüncem, el dağdır divanım, Külana coşkun kanım, Xəzərdi şah damarım. Zafer onu istəsən, istə ey dostlarımdır.
böyük təşəkkürümü bildirəm. Uzun illərdir biz bir yerdə çalışırıq və sənin zəhmətin doğrudan da əvəzsizdir. Amma bugünkü günün, keçən iki tədbirlərin məxsusidir. Tanrı səni qorusun, Allah Taala zəhməti itirməsin. Əziz şəhid anaları, ömrümüzün axırına qədər, bir damla qanımıza qədər bizim övladlarımız, bizim əzizlərimiz, Azərbaycandan kənarda olan bütün həmyerlərimiz qanımızla, canımızla sizə borcluyuq. Tanrı sizi qorusun. Əziz analar, əziz qazilərimiz, dəyərli bizim iş xanımlarımız, burada bugünkü günü toplaşmışıq, zəfərimizin 5-ci ilini qeyd edirik. Bu zəfəri bizə yaşadan şəhid balalarımız, ömürləri yarımçıq qalmış balalarımız, şəhid oğullarımız, bizim canları yaralı qalan qazilərimiz, vətənimizin keşiyində duran veteranlarımız, biz ana olaraq da və bütün Azərbaycan xalqı olaraq onlara borcluyuq. Çünki onlar bizim 30 il həsrət qaldığımız torpaqlarımızı bizlərə qaytardılar. Biz azad dövlətdə yaşayırıq. Bir dəmir yumruq olub möhtərəm prezidentimizin ətrafına toplaşdılar. Dahi sərkərdəmizin. Onun bircə səsinə, bircə çağırışına bütün Azərbaycan xalqı bir olub, birlik olub toplaşdılar dəmir yumruğun ətrafına və torpaqlarımızı azad etdilər. Mən də hər birinizi salamlayıram. Bugünkü gün Zəfər bayramımız mübarək olsun. Mən də Abbas Öməlinin könüllü şəhidin anası Bahar Əliyə. Mən də hər birinizə Allahın salamı, şəhid balalarımızın yeri cənnət olsun. Bugünkü gün bizi bura dəvət edən Natavan xanım, Bahar xanım, Dilarə xanım, Nailə xanım, Qəmər xanım, Allah sizə var edəsin. Daim başınız olsun. Bugünkü Zəfər bayramınız mübarək olsun. Çox sağ olun, təşəkkür edirəm. Bugün bizim tariximizdə bayaq qeyd edildiyi kimi Azərbaycanın bayramları çoxdur. Bugün amma ən müqəddəs bir bayramdır. Çünki 30 il əsarətdə olan torpaqlarımızı başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla dəmir yumruq ətrafında birləşən ordumuz, xalqımız və bizim əskərlərimiz Qarabağı düşmənlərdən azad etdilər. Biz şəhid anaları üçün bir qürurdur ki, Azərbaycanımızın 30 il əsarətdə olan Qarabağını alınmasında bizim oğlanlarımızın əməyi var və biz əgər bugün bu torpağın üstündə qürurla gəziriksə, biz bunu şəhidlərimizə, veteranlarımıza və başda Ali Baş Komandanımız İlham Əliyevə borcluyuq. Qarabağ Azərbaycandır, yaşasın Azərbaycan. Bugün bizim tariximizdə bayaq qeyd edildiyi kimi Azərbaycanın bayramları çoxdur. Bugün amma ən müqəddəs bir bayramdır. Çünki 30 il əsarətdə olan torpaqlarımızı başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla dəmir yumruq ətrafında birləşən ordumuz, xalqımız və bizim əskərlərimiz Qarabağı düşmənlərdən azad etdilər. Biz şəhid anaları üçün bir qürurdur ki, Azərbaycanımızın 30 il əsarətdə olan Qarabağını alınmasında bizim oğlanlarımızın əməyi var və biz əgər bugün bu torpağın üstündə qürurla gəziriksə, biz bunu şəhidlərimizə, veteranlarımıza və başda Ali Baş Komandanımız İlham Əliyevə borcluyuq. Qarabağ Azərbaycandır, yaşasın Azərbaycan. Mən də hər birinizi salamlayıram. Şəhid Hacıyev Elmazın anasıyam. Elmaz könüllücüydü. Elmaz nə hərbiçi deyildi, nə əskər deyildi. Elmaz səfərbərliyi ilə çağırıldı, könüllü getdi.
2 dənə körpəsinin 19 yaşında yarın boynu getdi. Yəni vətəni seçdi, ananı seçmədi, evladı seçmədi, ailəni seçmədi, vətəni seçdi. Toprağına can demişem, suyuna mercan, mercan demişem. Suyuna mercan, mercan demişem. Canana kurban, kurban demişem. Canana kurban, kurban demişem. Canana kurban, kurban demişem. Ay gözüm canım, Azerbaycanım. Ay gözün canım, Azerbaycanım. Müjde ver ulduza, müjde ver aya. Bu da bir hayaldır, ne de ki rüya. Eşitsin kainat, eşitsin dünya. Biz galip ülkenin vatandaşıyız. Qarabağ işğaldan azad etdiyi günlər heç zaman unutmarıq tarix yazı şəhidlər. 44 gündə düşməni qəhrəmanlar çəkdilər. 30 il ayrı qaldıq, həsrət bitdi Qarabağ. Keçdi qorxmaz oğullar, od alovun içindən danışacaq nəsillər. Onların mərdiliyini aylar illər ötəcək, qürurlanacaq şəhidlər. Ölməzlər, birgəyik sanacaq. Mən də çox bugün qürurluyam ki, bu zəfərdə mənim də oğlumun imzası var. Fəxr edirəm ki, Ülvi kimi oğlunun anasıyam. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin, məqamlarını uca eləsin. Allah şəhid analarına səbr, dözüm versin. Təşəkkür edirəm hər zaman şəhid alimlərin yanında olduğumuza görə. Allah bilməmizin versin. Çox sağ olun. Öncəliklə hər kəs salamlayıram. Mən özümü təqdim edim. 2-ci Qarabağ döyüşünün qalibi Şəhər Qarmağı döyüşlərdə edilmiş ehtiyatlı komandan iştirakçı Qazi Talib Camolov. Vətən sağ olsun. Mən mübarizəni hörmətli cənab prezidentimiz İlham Əliyev, hörmətli Mehriban xanım və Türkiyənin prezidenti Sayın Rəcəb Tayyip Erdoğan və onun yoldaşı Əminə xanıma etmişəm. Allah dövlətimi, millətimi qorusun. Allah bir də müharibə yaşatmasın. Müharibə çətindir, əzablıdır, amma sonu şərəflidir. Minnətdara, şəhid ailələrin qarşısında baş əyirəm. Bu tədbiri ərsəyə gətirdiyinizə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Onlar bizim varlıqlardır. Yer altında yatan təbii sərvətlərimizdir. Onların qarşısında bir daha baş əyirəm. Qazilərimiz, qazi yoldaşlarımıza şəhad edirəm. Veteranlarımıza can sağ olun. Çox sağ olun. Diqqətinizə görə. Gözümüz axtarır səni. Darğın qəlbimiz yaman. Bu səhranın ürəyində yaşayır adın hər zaman. Vətənin mən igid oğlu, qorxu olmuşsan düşmənə.
2 il bundan önce səfirliyə hücum olanda bunun oğlu Vasif bizi koruyub. Vasif Tağıyev. Tağıyev Vasif. Elçalın tərəna xanımaki bu cür oğlu dünyaya gətirib. Vasif 52 ailəni orada ölümdən xilas edib. Mən onun haqqında çox böyük məqalə də yazmışam və Tərəna xanımın sevgisini qəbul eləmişəm və onun nə qədər təlaş keçirdiyinə şərik olmuşam.